Namazları var bu ayın. Bir dənə xüsusi namaz var, onu deyirəm sizə inşallah. Hər gecə şam xiftə namazından sonra qala bilərsiniz. 2 rükətdir. Hər rükətdə həmd, 3 dəfə ixlas. Bu gecə namazını qılıram deyirsən, qürbətən Allah. Və namaz bitəndən sonra, salamlardan sonra duanı oxuyursan. Hansı duadır? Qoy oxuyun bunu. Amma bu duanı əllərini qaldırırsan, oxuyursan. İnşallah bu duanı oxusuz, bu namazı qılsız, duavuz qəbul olar. Nasıl bir hacətiniz varsa, bu namazla hacətinizi ala bilərsiniz. La ilahə illallah, vəhdəhu la şərikə ləh, və ləhul mulk, və ləhul həmd, yuhyi və yumit, və huvə həyyun la yamut, biyədihil xeyr, və huvə alə kulli şeyin qadir, və iləyhil məsir, və la havlə və la quvvətə illa billahil aliyyil əzim, Allahümmə salli alə Muhammedin nəbiyyil ummi və alih. İnşallah oxuyarsınız, bu namazını qılarsınız. Ondan sonra hədisdə var ki, elə ki, əlləri açmısan, bu duanı bitirən kimi üzvə sürtürsən belə inşallah. Sürtəndən sonra deyir, duan qəbul olar. Allah 60 həcc, 60 ümrənin savabını verərsən. Belə bərəkətli bir namazdır.